İmam Səccad əleyhissalam gəldi ki, Bibi da biz azad olduq. Bizi azad elədilər Şamın əsarətindən. Dedi ki, indi bizi azad elədilər. Bax, xanımdakı cürətə. Dedi, indi bizi azad elədilər. Yox, çıxmıram daha mən bu xarabadan. Qalacağıq bu xarabada. Mən bu xarabədə qardaşım Hüseynlə onun balalarına yas tutacam. Hətta sözü buydu ki, mən bura qardaşım balası Rüqəyyə ilə gəlmişəm. İndi mən bunu əlimlə tapşırıb torpağa necə qayıdım Mədiniyə? Necə qayıdım qardaşımın ziyarətinə ki, mənə əmanət eləmişdi? Bax, bu uşaq bir şəxsdir ki, dünya barəsində söz tapıb danışa bilməyən böyük şəxsiyyətlər bu xanıma göz yaşlayır. İmam Baqir evində məclis qurub xanım Rüqəyyənin adına roza oxutdururdu. Xanım Rüqəyyənin adından danışıb ağlayırdı. İmam Rıza əleyhissalam evində Cəddi Hüseynə məclis tuturdu, Həzrət Rüqəyyənin adından söz açırdı. Həzrət Rüqəyyənin şəhadətini önə gətirirdi. Ki, bu uşaq kimdir ki, görəsən imam ona göz yaşı töküb? Bu şəxsi biz adi uşaq gözündə baxa bilərikmi? Dünya əlbəttə buna nə səbəb oldu da? 3 yaşı var idi, dünyadan köz. Bu gözlə baxsaq biz xanım Rüqəyyədən əlbəttə bir məsələ. Bax, xanım Rüqəyyə bir dənə hadisənin yaşamağının bir neçə səbəb olub, bir onun şəhadət olub.